Müşfiq müəllim, baxın, siz cinayət hadisəsindən danışdığınızda mənim diqqətimi çəkən bir məqam oldu. Boşanıblar, bir qadının 2 qız övladı var, bir qızı, bir oğlu var, fərqi yoxdur, ayrılıblar da, qız uşaqlar da qalır ana ilə. Həmin qadının başqa bir kişi ilə izdivaca girməsi və yaşadığı evə gətirməsi nə dərəcədə doğrudur, əgər evdə hələ də qız uşaqları varsa və yaxud da oğlan varsa, oğlanın yaşadığı travma nəyə bərabər olacaq? Biz bilirsiniz, məsələni həmişə bir tərəfli təhlil edirik. Tutaq ki, əgər boşanma aktı olubsa, hər bir şəxsin özünün müstəqil surətdə özünə yeni həyat yoldaşı seçmək imkanı var və o bunun haqqıdır. Kimsə deyə bilməz ki, boşanandan sonra sən niyə başqasından evlənmirsən? Evlənməkdən getmir söhbət. Yox, aydın məsələdir. Mən başa düşdüm siz nə demək istəyirsiniz. Əgər tutaq ki, ailədə qız uşaqları varsa, biz qəbul eləyək ki, ora yad kişinin gəlməsi bu qızlara qarşı olub, praktikada olub belə şeylər. Ögey ataların qızlara qarşı seksual xarakterli hərəkətləri olub, cinsi təcavüzü olub. Təbii ki, buna birincisi qadın seçim eləyəndə fikir verməlidir ki, bunun evdə qız uşaqları var. Bu kimlə ailə qurur və yaxud kimlə münasibət qurur və evinə çağırdığı adam hansı əxlaqın yiyəsidir. Buna fərdi qaydada yanaşmaq lazımdır. Buna ümumi mən bütün bu hala qiymət verə bilmərəm.